Salam. Bugün yeni bir mövzuyla karşınızdayım. Bugün sağlam psixologiyada olan insan, yaxud da özü ilə barışıq olan insan mövzusunu ələ alacaq. Gəlin baxaq görək, özü ilə barışıq olan insanın özünə münasibəti, həyata münasibəti və həyat keyfiyyəti necə olur? İlk öncə deyərdim ki, sağlam psixologiyada olan insanlar həm mənfi, həm də müsbət xüsusiyyətlərinin fərqindədirlər və özünü olduğu kimi, mənfi və müsbətləri ilə olduğu kimi qəbul etməyi bacaran insanlardır. Bəzən düşünürlər ki, insan sağlam psixologiyadadırsa, artıq o negativlərdən, mənfilərdən təmizlənib. Lakin belə deyil. İnsan yaradılış olaraq mənfi və müsbətin vəhdətindən ibarətdir və özünün fərqində olan insan da bunu bilir və bu fərqindəliklə həyatına davam edir. Müsbətlərinə görə özünü başqaları ilə müqayisə edib daha yüksək bir yerə qoymur. Mənfilərinə görə də özünü başqaları ilə müqayisə edib özünü yetərsiz, dəyərsiz hiss etmir. Olduğu kimi sadəcə özünü qəbul edir və nəyi necə həll etməli olduğunu, nəyin üzərində işləməli olduğunu bilir. Bundan başqa eyni şəkildə özü ilə barışıq olan insan daxili konfliktlərini həll etdiyi üçün, daxilində bir huzur, bir aramlıq içində olduğu üçün artıq duyğuları üzərində nəzarətdə bacarır. Duyğuları üzərində nəzarət dedikdə nəyi nəzərdə tuturam? Deyək ki, mənim gündəlik yaşadığım bir mənfi hadisə baş verir. Bu hadisə məni qəzəbləndirir. Əgər mən sağlam psixologiyada olan bir insanamsa və daxili konfliktlərimi həll etmiş bir insanamsa, mən sadəcə o hadisəyə reaksiyan bildirəcəm. Deyək ki, o hadisə məni 5% qəzəbləndirib, mən 5% qəzəbimi bildirəcəm və bunu mümkün olduğu qədər nitqimlə ifadə edəcəm. Daha anlaşıqlı bir şəkildə ifadə edəcəm. Mənim daxilimdə bir konflikt varsa, mənim keçmişdən gətirdiyim bir qəzəbim varsa daxilimdə, mən bu hadisəni bəhanə kimi istifadə edərək 5% qəzəblənmişəm bu hadisəyə. Mən içimdəki digər o qəzəbi də orada çıxarmaq fürsəti əldə etdiyim üçün daha aşırı reaksiya verəcəm. Yəni, daxili konfliktləri olmayan insan, özü ilə bağ qura bilən insan bunun əksini bacarır və hər hadisəyə uyğun şəkildə reaksiyalar verə bilir. Başqa bir tərəfdən ələ alsaq, daxili konflikt eyni zamanda şəxsin harmoniyasını pozan bir şeydir və bu harmoniya pozulduğu zaman şəxs özünü gərgin, stresli, negativ hiss edir. Bu hiss onun xarici görünüşünə, ətrafdakı insanlarla münasibətinə, onlara yaydığı enerjiyə təsir edir. Bunun əksi, o konfliktləri huzurla əvəz edən insan daxildə də huzurludur. Xarici görünüşündə, aurasında, enerjisində də huzurludur, rahatdır və xoşbəxtdir. Sağlam psixologiyada olan insan xoşbəxtdir. Keçmişin yükləri, gələcəyin qayğısı onu narahat etmir. O anı yaşayır. Hazırda nə etdiyini, nə yaşadığını bunları bilir. Yəni fərqindəlik, şuurlu fərqindəlik halındadır. Bu əslində terapiyalarda almaq istədiyimiz ən yaxşı nəticələrdən biridir ki, şəxs fərqindəlikli bir şəkildə həyatını yaşasın. Nəyi, niyə, nə üçün yaşadığının fərqinə varsın, nə baş verdiyinin fərqinə varsın. Və sağlam psixologiyada olan insan da bu mərhələyə gəlib çatmış insandır. Digər tərəfdən nə deyə bilərik? Bu insanlar problemə yox, həllə fokuslanan insanlardır. Bir maniyə ilə, bir problemlə rastlaşdıqları zaman orada ilişib qalmaq əvəzinə bir çarə, bir yol tapmağa cəhd edən insanlardır. Bundan başqa dediyim kimi, zaman olaraq anı yaşaya bilən, andan zövq ala bilən insanlardır və planlı, məqsədli bir həyat amalı olan, nə üçün etdiklərini bilirlər və bir planları, bir həyat strategiyaları olur. Lakin burada da ən önəmli nüans deyə bilər ki, tamam, çox insan plan qura bilər, amma planı qurarkən real yaşantını, sahib olduğumuz resursları nəzərə almırıqsa, hal-hazırda sahib olduqlarımıza uyğun şəkildə
əlimizdə olanlara uyğun şəkildə real gözləntilər, real məqsədlər təyin etmiriksə, bu sonra bizdə bir uçurum yaradır, daxili boşluq yaradır. Çünki biz bacara biləcəyimizin, hal-hazırda ən azından bacara biləcəyimizin daha uzağında bir məqsəd qoyduğumuz zaman ona çatmaq da çətin olur və çata bilməyəndə yetərsiz, dəyərsiz hiss etməyə, bacarıqsız hiss etməyə başlayırıq. Amma özü ilə barışıq olan insan tanıyır özünü, bilir nəyi indi bacaracaq və bilir hal-hazırda nəyə sahibdir maddi, mənəvi olaraq və buna uyğun gözlənti təyin etdiyi üçün də əslində və o gözləntiyə çatmaq onun üçün çətin olmadığı üçün də eyni şəkildə xoşbəxt və huzurlu, rahat hiss etməyə davam edə bilir. Əslində danışdıqca da göründüyü kimi hamısı bir-biri ilə o qədər bağlıdır ki, yaşamın hər sahəsi, hər sferası belədir əslində. Yəni kökdə dayanan şey şəxsin daxili konfliktidir, iç dünyasıdır. İç dünyada baş verənlərin fərqində olmasıdır. O konfliktlər varsa bunların heç birini etmək mümkün deyil.